Salam aleykum, xoş gördük hörmətli mühasib bələdçisi verilişinin izləyiciləri. Bugün biz sizinlə təkrar görüşürük və bu günlər bu verilişi sizinlə mən aparacağım. Mən Aqil Səfirov, İqtisadi Araşdırma və Tədris Mərkəzində təlimçi mühasib kimi çalışıram. Bu günləri bizim qonağımız yenə də Radil müəllim olacaq. Buyurun Radil müəllim, xoş gördük sizi. Xoş gördük Aqil müəllim. Çox maraqlı bir mövzuya bizi dəvət eləmişsiniz. Bu günləri onu deyək ki, yoldaşlar, verilişimiz niyə görə maraqlıdır? Çünki bu günləri xüsusi, spesifik bir bizim verilişimiz olacaq. Çünki bu günləri bizim verilişimizin əsasını İqtisadi Araşdırma və Tədris Mərkəzində məzun olan mühasiblərə verilən tövsiyələrdir. Və hansı ki, biz bunları hər bir zaman mühasiblərə tövsiyə kimi veririk və yekunda bu mühasiblərə onların karyera həyatlarında çox böyük bir dönüş yaradıb onları irəli apara bilir. Və bu günlərdə biz qərara gəldik ki, həmin vaxt bu tövsiyələri sizinlə paylaşaq. Hansı ki, bu tövsiyələri adəti üzrə bizdə Radil müəllim məzunlarla paylaşır. Və bu günləri biz həmin bu tövsiyələri Radil müəllimlə burada səsləndirəcəyik. Radil müəllim, bu tövsiyələr haqqında bizə maraqlı olan bir neçə tövsiyə olacaq və bunların içərisindən məncə ən maraqlısı öyrəndiklərinizi paylaşmaq tövsiyəsidir. Zəhmət olmasa bu haqda fikirlərinizi bilərdik. Çox sağ olun Aqil müəllim, minnətdaram. Həqiqətən də yəni biz baxdıq ki, siz qeyd elədiyiniz kimi biz bu tövsiyələri məzun törəni günlərində öz məzunlarımıza hər dəfə təkrar deyirik. Amma bəlkə kənarda həqiqətən də buna ehtiyacı olan həm universitetlərdə təhsil alan mühasib məzunları, həmçinin başqa kurslarda mühasibatlıq sahəsində təhsilini davam edib bitirən şəxslər də ola bilər ki, biz düşündük ki, nə fərqi var, hamısı Azərbaycanımızın evlatlarıdır və bu tövsiyələri özümüzdə saxlamayaq. Çünki o bilik paylaşdıqca artır prinsipindən. O nöqtə nəzərdən yəni çox sağ olun ki, bu belə bir verilişi burada təklif elədiniz və inşallah ki, faydalı olar. Qaldı o sizin o birinci sualınıza qeyd edirsiniz, ilk tövsiyəmiz olur. Nə üçün öyrəndiklərinizi paylaşın tövsiyəsi? Bu həqiqətən maraqlıdır. Necə olar ki, paylaşanda bilik artar? Bu çox maraqlı bir məqamdır. Bunu izah etsəz çox maraqlı olar, mən düşünürəm. Bəli, həqiqətən də bununla bağlı, yəni bilirsiniz ki, bu elmlə bağlı olan həm Quran-Kərimdə Rabbimizin bizə buyurduğu bu ayələr və Peyğəmbər Əfəndimizin hədisləri, Həzrət Əli radiyallahu anh hədislərində də çox gözəl buyurulduğu kimi elm paylaşdıqca artar və biz bunu artıq belə deyək ki, siz də mən də 40 yaşın üzərində olduğumuz, hardasa bir təxminən 20 ilə yaxın olan bir təlimçi fəaliyyətimizdən də gördük ki, bu doğrudan da belədir. Hətta mən belə bir şey qeyd edirəm ki, məsələn, mən bu təcrübə artdıqca bu düşüncəyə tam şəkildə həqiqətinə varmışam ki, sanki bildiklərinin tamamını çatdırdığın zaman, yəni elmin sanki nəyə bənzəyir? Hətta o belə bir fikrimiz var ki, bu elmin son fəndi öyrətməyənlər, yəni son bildiyinə qədər öyrətməyənlər elmin belə deyək, kasad olduğuna inananlardır. Yəni elmin məhdud olduğuna inananlardır. Yəni biz həqiqətən gördük ki, yəni zaten elm qeyri-maddi bir məhsuldur. Biz bunu bilirik. Yəni bu mənbə də hardan olduğunu da bilirik. Yəni bununla bağlı bilirsiniz ki, Quran-Kərimin ən üstün bir ayəsi olan Ayət-ül Kürsüdə Allah Teala nə deyir? Yəni Allah dilədiyi qədər bizə yəni izin verdiyindən çox öyrənə bilmərik və biz buna görürük ki, həqiqətən də elm elə bir xəzinədir ki, bu xəzinəni ancaq paylaşanlar daha tez tapa bilirlər. Və hiss olunur ki, elə bir aləmdən bu dolur ki, həqiqətən də paylaşdıqca yenisi gəlir və bu məhdud deyil. Heç məhdud deyil, nəinki məhdud deyil, yəni həqiqətən də qeyri-məhdud və hesab edilməz bir xəzinədir. Burada yenə də bir hədis yadıma düşdü. O Xızır əleyhissalamla Musa əleyhissalamın bir görüşü olur. Musa əleyhissalam Xızır əleyhissalama bir sual, yəni onun yanında elm öyrənməyə gəldikdə Allahın əmri ilə Xızır əleyhissalam ona bir misal göstərir. Deməli, onlar bərabər oturduqları zaman deməli bir quş gəlir dəryadan bir damla su götürür. Və o damla quşun ağzından damaraq yerə düşür və bunu hər ikisi görürlər. Orada Xızır əleyhissalam deyir ki, ya Musa, bax,
Allahın elmi ilə bizim elmimiz arasında müqayisədə heç o dərya ilə, böyük okeanla o damlanın müqayisəsi belə deyildi. Yəni elm elə bir böyük xəzinədir. O baxımdan indi gəldik məsələmizə. Biraz bu şəkildə bir giriş qəlbimə gəldi. Bizim öyrəndiklərinizi paylaşmaq məsələsi nə üçün bunu tövsiyə edirik? Həqiqətən də yəni bu kontekstdən çıxış eləyərək ki, həqiqətən də öyrəndikdə paylaşdıqca artacaqdır. Və bu məsələ belə ki, hər tələbə əgər doğrudan da deməli müəyyən o elm baqajına topladığı bilikləri çalışdığı müəssisədə və dostuna, tanışına paylaşdığı zaman artıq o hiss eləyəcək ki, o biliyi gündən-günə artır. Həmçinin sanki insanı mütəxəssis dili saxlayan məsələlərdən biri məhz budur. Yəni onu komfort zonaya qoymayacaq düşməyə. Və hətta məsələn siz bildiyiniz kimi bizim təlimçilər üçün təlim proqramımız var. Bəli. Və biz bunu artıq təxminən 2012-ci ildən bu yana demək olar ki, mütəmadi olaraq keçiririk. İqtisadi Arşiv Mərkəzində yetişən müəllimlərin hamısı məhz o proqramın məhsullarıdırlar. Və biz bunu həmişə görmüşük ki, yəni biz deyirik ki, şərt deyil ki, gedib mütləq müəllim olacaqsan. Yəni sən bu mühasibin yumşaq bacarıqlarının ən başında gələn bacarıqdır. Əgər sən öyrəndiyin hesabatları, mühasib kimi hazırladığın məlumatları öz rəhbərliyinə düzgün şəkildə təqdim eləməsən, o zaman sən uğur əldə edə bilməyəcəksən. Yəni şərt deyil ki, mütləq hamıya müəllim kimi öyrətmək, ən azından paylaşmağı bacarmaq lazımdır. Yəni bu bir yumşaq bacarıq kimi bugünkü günün çox vacib tələblərindən biridir və həmçinin də öyrənmək moduna girən bir mütəxəssis istər-istəməz araşdırmaq üçün də artıq bir çaba göstərəcəkdir. Araşdırdıqca da mövcud olan bilikləri sanki, mən adətən bunu nə deyirəm, təsəvvür edin ki, daşın üstünə bir var ki, qum tökəsən, qum tez tökülər, bir də var, daşın üstü cıza-cıza belə daşla elə cızırsan ki, necə ki, o bizim Qobustan qayaqlarında illərdir gördüyümüz o rəsmlər kimi, öyrəndiyini paylaşan mühasibin bilikləri ona bənzəyir. Yəni onu daşla cızmış bir formada elə oturuşacaq ki, və o heç vaxt yadından çıxmayacaq. Və ona görə bizim birinci tövsiyəmiz budur. Hətta belə bir şey də deyirik ki, məsələn, sən bakalavrda oxuyansansa, çalış magistratura oxu. Çalış biraz da doktorantura da oxu. Siz də bunun şahidlərindən birisiniz. Əlavəniz olsa sizə hətta əlavə nə deyə bilərəm? Mən bunu sizdən ilk dəfə eşitdikdə düşündüm. Mən təlimçilik fəaliyyətimə başlayanda belə bir şey oldu da. Mən düşünürdüm ki, mühasibatlıqda artıq bu hissəni öyrəndim, bilirəm və təlimçiliyə başlayanda elə bir ki, başladım izah edib, dərsi izah etməyə və izah edib lövhədə elə bir şey yazanda və baxdım ki, mən bunları heç tam şəkildə dərk etməmişəm. Onları mən yazdıqca elə bir ki, beynimdə tam şəkildə açılmağa başladı. Və mən başladım bunu tətbiq etməyə qruplarımda və hazırda və mənim tələbələrim də mən onları lövhəyə çıxardıb onlara məcbur edirəm, yazırlar, öyrənirlər və bir-birlərindən izah edirlər və nəticədə çox yaşayın şəkildə hər hamısı öyrənmiş olurlar. Və bununla ona görə də sizə 100% razıyam. Bəli, Ağman, burada yenə də siz danışdıqca belə gözəl məsələlər ortaya çıxır. Yəni fikir versəz, bu ortam artıq formalaşanda, məsələn biz ta 2009-da, 2012-ci ildə mən ilk dəfə özüm təlimçilər üçün təlimi aldıqdan sonra artıq bunu qrupda fikir versəz asistent müəllimlərimiz var da indi, amma vaxt var idi ki, o zaman bizim heç asistent müəllimlərimiz yox idi. Biz ən belə içlərindən aktiv tələbəni sanki asistent seçirdik, onlara təşviq edirdik ki, yəni siz bir-birinizə öyrədin, oradan artıq effekt göstərir. Yəni bir-birinə öyrətməyə başlayanda çox qrup effektiv bir nəticə əldə eləyir və biz də belə çox rahat oluruq. Düzdür, bu gün artıq gəlib artıq o asistent müəllim nəyinə çatmışıq. Amma yenə o hansı qrupdakı o formalaşırsa, həqiqətən də biz də çox rahat oluruq. O qrupun gələcəyi də çox gözəl olur. Belə deyək ki, o dərsdən 5 aylıq, 6 aylıq müddətdə dərsdən ləzzət alırlar və siz də belə istirahət edirsiniz. O dərsə girdiyim zaman sanki elə bil sən həqiqi mənada istirahət edirsən. Yəni bizim məsələn hərdən bir o müəllimlik işi zaten bu fədakarlıq işidir. Yəni amma bunun belə deyək ki, biz dəyəri nə vaxt görürük? Məsələn mən indi
Xəzər Universitetində, yəni siz də orada dərs keçirsiniz. Siz eləsəz orada da artıq geri dönüş olduğu zaman necə ləzzət eləyir bizə. Onlar lap çətin sual olsa belə bəzən məsələn bilmədiyimiz sualı verirlər, amma sən orada artıq o təlimçilik qabiliyyətini istifadə edərək oradan ki görəndə ki həqiqət orada necə ortaya çıxır. Bəzən müəllimin belə bilmədiyi sualı auditoriyadan bir görürsüz səslənir və biz nə deyirik? İndi öyrəndiklərinizi paylaşmaq kontekstindən əslində həqiqi müəllim elə təlim prosesində özü də bir şeylər öyrənir. Yəni yəqin ki siz də dəfələrlə şahid olmusunuz ki, yəni bəzən tələbə bizə bilmədiyimiz sual verir və biz dönüb onu auditoriyaya verəndə baxırıq ki, o oradan cavab çıxır və biz də orasını düzəldib belə deyək ki, bunu onlara daha gözəl şəkildə təqdim edirik, daha professional təqdim və elə bilirlər ki, biz cavab verdik. Halbuki o cavab auditoriyada olur. Yəni o nöqteyi nəzərdən həqiqətən də o birinci tövsiyəmiz ki var, bu öyrəndiklərinizi paylaşın tövsiyəsi. Yəni bunu çox önəmlidir. Yəni buradan belə deyək ki, mən müraciət edirəm nəinki bizim məzunlarımıza, bütün universitet tələbələrinə, mühasib işləyən, illərin mühasib olan yoldaşlara ki, əgər siz də öyrəndiklərinizi paylaşmaq istəsəniz, o zaman bu barədə belə bəlkə risk eləmirsiniz. Bəlkə bir belə deyək bir fikir vardı, bunu reallaşdırmaq üçün bir məkan axtarırsınız. Yəni tam İqtisadi Araşdırma Tədris Mərkəzi bu məkandır və biz yenə də onlara dəvət edirik. Demək olar ki, hər ay bizim hər ayda olmasa 2 aydan bir təlimçilər üçün təlim proqramımız olur. Yəni siz də çox sağ olun ki, bizə qruplarımızda iştirak edən tələbələrin hamısına tövsiyə edirsiniz. Yəni bu dəfə artıq bu tövsiyəni mən bütün belə deyək ki, Azərbaycanda fəaliyyət göstərən bu sahədə maraq olan yoldaşlara hamısına təklif edirəm ki, yəni belə deyək qiyməti də çox belə deyək ki, su qiymətinə deyək. Simvolik olaraq müəyyən bir qiymətə biz onları dəvət edirik ki, gəlib burada iştirak eləsinlər. Həqiqətən faydasını görəcəklər. Məsələn, bəzən olur ki, tələbələrimizdən deyirəm, mən uşaqlıqdan bu arzum olub, fikrim olub ki, bunu reallaşdırım, amma belə məkan tapmamışam. Nə yaxşı ki, həyatımda bu təlimçilər üçün təlimdə oldum və bunu artıq reallaşdıra bildim. Yəni, çox sağ olun, Aqib müəllim, bu sual verdiyinizə görə. Buyurun. Növbəti bizim tələbələrə etdiyimiz tövsiyə ədalətlik haqqındadır. Ədalətlik prinsipi, ədalət nədir? Ədalətli olun. Bu barədə fikirlərinizi bilmək çox maraqlı olardı. Çox sağ olun. Elə verilişimizi bu 2 tövsiyə ilə yekunlaşdırsaq çox yaxşı olar. Çünki tövsiyələrimiz çoxdur. Mən düşünürəm ki, biz bu verilişlərimizi silsiləvi şəkildə eləyək. Bugünkü verilişimizi elə sırf öyrəndiklərinizi paylaşmaq tövsiyəsi və ədalət kontekstində olmaq üzərində yekunlaşdıraq. Və ədalət nə üçün önəmlidir? Yəni, niyə biz bu ədalətli olmaq tövsiyəsini bizim mühasib mütəxəssislərimizə, məzunlarımıza belə deyək ki, tövsiyə edirik. Ümumiyyətlə, bildiyimiz kimi, Allah-u Teala'nın insana verdiyi ən müqəddəs, ən önəmli hisslərdən biri ədalətli olmaqdır. Adil olmaq. Bu, qəlbə verilmiş çox mühüm bir, deyək ki, vicdana verilmiş mühüm bir hissdir ki, hamıda var. Yəni, inanan və inanmayan insanların hamısında bu vardır. Yəni, bunu heç kəs inkar eləyə bilməz. Çünki uşaqlıqdan belə fikir versəz, indi bu bəzən uşaqlarımız cizgi filmlərinə baxırlar. Orada da fikir versəz, bir şey olan kimi bölüşdürmədə düz olmayanda və s. deyilər ki, bu adil deyil. Məsələn, mən öz uşaqlarımdan bunu görmüşəm ki, nəsə bir proses başlanır. Ata, bu adildir, bu ədalətli deyil. Yəni, biraz da o cizgi filmlərin təsiri var. İndi sual çıxır ki, bu ədalət nədir? Niyə bu hardan bizə verilibdir? Biz indi həm tarixi oxuduqda və s. nəyə görürük ki, bəşər tarixində hansı dövlətlər, hansı belə deyək ki, hökumətlər daha uzun sürmüşdü? Ədalətli olan dövlət. Məsələn, biz baxırıq, məsələn, ta Çin, qədim Babilistan və s. Hindistan bölgəsində məsələ olan dövlətlərə ən uzun süran dövlətlər ədalətli olan dövlətlər olmuşdur ki, hansı adil davranıbsa, indi bu ədalət nədir? Amma təəssüflər olsun ki, bəzən biz nəyə görürük ki, cəmiyyətimizdə mən sual verirəm, məsələn, tələbələrə, yaxşı, bax, bu hamımızın önəm verdiyimiz, hamımızın sevdiyimiz, hamımızın ədalətli olmaq istədiyimiz bir şey. Bu ədalətin özü nədir? Həqiqətən də bu, belə mücərrət anlayış olduğuna görə, belə əllə tutulacaq, gözlə gözlə bir tərif vermək olmur ona. Amma hamı deyir ki, ədalətli olsun. Amma ədalətdən danışır, amma heç kim ədalətin nə olduğunu deyə bilmir. Bax, qəribəsi budur. Bax, qəribəsi budur. Və o zaman
ədalətin başlanğıcı nədir, harda başlayır? Yəni ədalətə çox fərqli təriflər vermək olar. Məsələn, bölgü ilə bağlı deyə bilər ki, bəzən deyirlər ki, ədalət bərabər bölgüdürmü? O olmur. Bəzən məsələn tərif belə deyək ki, bəzi ağlıma gələnlərə indi ifadə eləyəcəm. Doğru şəkildə bölüşdürmək, haqqı haqq sahibinə vermək. Məsələn, ədalət əslində haqqı haqq sahibinə təslim etmək. Doğru məkanda, doğru yerdə, doğru sözləri çatdırmaq və s. Amma ümumi olaraq bizim adətən belə bir öyrəndiklərimizdən tələbələrimizə bu tövsiyəni eləyirik ki, ədalətin təsisi, yəni biz indi qlobal bir ədalət təsis belə deyək ki, mərkəzlərinə də baxdığımız zaman ədalətdə nə cür yanaşma gedir ki, ədalət dediyimiz anlayış doğru bir şəkildə qaydalar qoyub o qaydalara tabe olmaqdır. Əslində ədalətli olmaq düzgün qaydaları təsis eləyərək o qaydalara uyğun şəkildə davranmaqdır. Və buradan bu tərifi biraz daha qısaltsaq, adətən mən tələbələrimizə belə deyirəm ki, ədalət əqdə görə davranmaqdır. Əqd dediyimiz nədir? Əqd razılaşmadır, müqavilədir. Yəni biz bu ədalətli davranmağın bəs mühasiblərə, mütəxəssislərə faydası nə ola bilər? Biz zaman-zaman nəyə görürük ki, bəzən mühasibdir, gedir bir işə düzəlir. İşə düzəlməmişdən qabaq, məsələn, HR-la görüşür və bəzən o HR-a belə deyək, tam doğru dürüst razılığa girmədən, müqavilə şərtlərini tam oxumadan bir işə fəaliyyətə başlayır. Bəli. Yəni əslində ədaləti təsis edən həmin mühasiblə müəssisə arasında ilkin razılaşmanı düzgün şəkildə qura bilməkdir. Yəni mühasib rəhbərliklə, işə girdiyi yerlə ilk öncə bütün məsələlərin hamısını razılaşmalıdır. Belə ki, onun iş şəraitində vəzifələri nədir, onun hüquqları nədir, hansı aydan sonra onun əmək haqqı artacaqdır, burada onun vəzifəsindən artıq iş görürsə əlavə əmək haqqı olacaq, olmayacaq və s. Bütün ağla gələn, gəlməyən məsələlərin hamısını öncədən ortaya qoyulmalıdır. Əgər bu yanaşmanı həmin o şirkətə və özünə edərsə, o ədalətli davrana bilər. Və tam əminliklə deyim ki, məsələn, indiyə qədər bu şəkildə davranan şəxslərin həyatında problem yaşadığını görməmişəm. Adətən kimlər bu problemi yaşayır? Əslində özləri ədaləti pozurlar, sonra isə ədalət tələb edirlər. Öncədən razılıq olmur. Öncədən buna qarşı belə bir çox da tələbkar olmurlar. Amma sonraki dönəmdə müdir mənə filan haqsızlıq elədi, müdir mənim filan yerdə haqqıma gəldi, filan yerdə mənə məzuniyyət vermədi, vəzifəni artıq verdi mənə, bəs belə mən bu işi gördüm, əlavə əmək haqqımı artırmadı falan, belə məsələlər olur. Halbuki öncədən hər şeyə hə demişdi, hər şey razılaşmışdır. Bax, ona görə burada həqiqətən də bu işi tənzimləyən məsələ razılıqdır. Yəni ədalət dediyimizin, yəni biz ədalətə çoxsaylı təriflər verə bilərik, amma bunun işi başlanğıcı nə ilə başlayır? Razılıqla başlayır. Burada nəyə qeyd edirəm ki, ədalət deməli əqdlə müqaviləni bir fərqləndirmək istəyirəm. Çünki biz düzdür, hüquqi anlayışlar olsa da, amma bu hamımıza lazım olan bir anlayışdır. Haqq dediyimizdə əqd nədir? Müqavilə nədir? Yəni bunu da bilmələri lazımdır. Müqavilə bilirik ki, iki tərəf arasında razılıqdır. Əqd isə o da həm şifahi, həm deməli yazılı şəkildə olan bir razılıq ola bilər. Əqdin müqavilədən fərqi odur ki, əqd bir tərəfli də ola bilər. Məsələn, cəmiyyətimizdə hər bir şəxs özündən sonra kiməsə belə miras buraxa bilir. Bir tərəfli şəkildə evladlarına buraxdığı miras sözü bir əqddir. Biz məsələn çox vaxtı avtomobil nəqliyyat vasitələrini kiməsə etibar edirik. Etibarnamə bir əqddir. Kiməsə adi söz vermək. Mən sənə, sən filan şey edərsənsə, mən bunu sənə verəcəm demək özü bir əqddir. Deməli, qarşılıqlı söz vermək özü də bir, məsələn bizim ədəbiyyatlarda bu əhd sözü deyirik, əhd bağlam, əhd vermək, əhd peyman. Hə, bax, həmin bu məsələdir. Ona görə bu əhd və müqavilə çox önəmlidir. Zaten Rabbimiz də Quran-Kərimdə nə deyir? Əqdlərinizə riayət edin deyir. Verdiyi sözlərə riayət edin. Allahın ən sevdiyi qullar kimlərdir? Verdiyi sözə əməl edənlərdir. Ona görə də bu məsələni çox önəmli bir məsələdir Ağa müəllim. Buna diqqət etsələr mühasiblər, mən inanıram ki, həm cəmiyyətimiz, həm o yoldaşların işlədiyi müəssisədə çox gözəl təsisatlar yaranar. Qayda qoyub, qaydaya görə əməl etmək. Hətta belə bir ifadə var ki, ən pis qaydalar belə
qaydasızlıqdan daha yaxşıdır. Yəni qayda çox Təşəkkür önəmlidir. Bəli. Bu əqd bağla, müqavilə bağla, bax ona görə bu tövsiyəni belə deyək, şiddətlə edirik ki, bu ki bayaq dedim, öyrəncilərlə paylaşmaq, ədalətli olmaq və fikrimcə əlavəniz varsa mən bununla bağlı siz də bir Zaten fikrinizi heç deyə bir bilərsiniz. əlavəm yoxdur. Mən sizə tam razıyam və düşünürəm ki, həmin bax bu ədalətli olmaq və əqd prinsipinin mühasiblərimizin mütləq buna riayət etmələri və bu haqqda düşünmələri vacibdir. Gələcək karyeralar üçün, gələcək işlər üçün mütləq şəkildə bunu tam belə deyək də sizin dediyiniz məsləhətlərə uyğun tətbiq etsələr daha yaxşı olar. Bu mənim fikrimdir. Çox sağ olun mənim. Beləliklə yoldaşlar, bu günləri mühasib bələdçi verilişinin növbəti bir hissəsi ilə biz görüşdük və inşallah bu tövsiyələri növbəti bir verilişdə davam etdirəcəyik. Sağ olun, salamat qalın.